Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün 2 noyabr 2025-ci il güvən deməli buraxılış sınağından ingilis dilini üzrə 11-ci siniflərin suallarına baxacağıq. Bir video şəklində hamısı olacaq, yəni ki, bölünməyəcək videomuz. Qeyd edim ki, uşaqlar dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm 3 bacarıq üzrə, həm də 5 bacarıq üzrə hazırlıqlarımız mövcuddur. Yanvar ayından etibarən isə sınaq qruplarına start verilir. Bunlar üçün dərslərimiz başlayacaq. Yaxşı, indi keçək listening suallarını gözdən keçirək birinci uşaqlar. Birdə deyir mətn nə haqqındadır? How to cook fish and vegetables. Balıq və tərəvəzləri necə bişirmək lazımdır? Festivals in China. Çin və Hindistanda festivallar. Fermerlərin buğdanı niyə becərdiyinin səbəbləri, tarix, deməli düyünün tarix və əhəmiyyəti, tarixi və əhəmiyyəti. Has problems caused by rice. Deyir ki, düyü tərəfindən səbəb olunmuş sağlamlıq problemləri. İkidə deyir ki, true doğrunu tap. Rice can be boiled, fried or steamed. Deyir ki, düyü qaynadıla bilər, qızardıla bilər və yaxud da buxarlandırıla bilər. Bu mümkündür məncə. Yəni qulaq asmadan da bu olar. İkidə deyir rice grows best in dry desert without water. Deyir ki, düyü susuz olan quru səhralarda daha ən yaxşı şəkildə böyüyür, becərilir. Məncə bu mümkün olmaz. Amma yenə də baxarıq. People began growing rice thousands of years ago in China and India. Hindistan, Çin və Hindistanda min illər bundan əvvəl insanlar düyü becərməyə başlayıblar. Məncə bu doğru ola bilər. Rice is eaten only in Europe. Deyir ki, düyü sadəcə Avropada yeyilir. Təbii ki, bu yanlışdır. Elə Çin, Hindistan, Asiya ölkəsidir. Necə təkcə Avropada yeyilsin, düzdürmü? Yəni 1 ilə 3 olar məncə burada. 3'e baxırıq. Rice is important. Deyir, düyü vacibdir because. Çünki it is used to build houses. Evləri tikmək üçün istifadə olunur. Grows without water. Susuz becərilir, böyüyür. It is the only food eaten in Asia. Asiyada yeyilən təkcə yemək budur. It helps people stay healthy and strong. O, insanların sağlam və güclü qalmasına kömək edir. Bu ola bilər, yəni məntiqlidir. It doesn't contain carbohydrates. Deyir ki, bu tərkibində karbohidrat yoxdur. 4-də what foods is rice often eaten with? Deyir ki, düyü tez-tez hansı yeməklərlə yeyilir? Rice is not only food but also davamı kind sözünü ifadə edən sifət. Okay, listingə vuraq görək nə deyəcək bizə? Hardadır bu listing? Tapım. Aha. 11-ci siniflər üçün ingilis dilindən dinləmə mətni. Mətni diqqətlə dinlədikdən sonra ona aid olan tapşırıqları yerinə yetirin. Rice is one of the most important foods in the world. It is a small white or brown grain that grows in fields with lots of water. People eat Lots of water. Su ilə yetişir, susuz yox. Yəni ki, üstdə B səhvdir, bir də 2-də 2 səhvdir həqiqətən də. Eat rice every day in many countries, especially in Asia. Rice can be boiled, fried or steamed and it is Steamed. İçin birincisi düzüymüş həqiqətən. often eaten with vegetables, meat or fish. Vegetables, meat or fish. 4-ün cavabı. Yazacağıq vegetables, meat or fish. The history of rice is very old. People started growing it thousands of years ago in China and India. Həqiqətən də 2-də cavabımız 1-3 olmuş olur. Mətn haqqında təbii ki, düyünün tarixi və əhəmiyyəti uşaqlar. Yəni bu aydındır artıq. From there, it spread to other parts of the world. Today, countries such as China, India, Indonesia, and Vietnam are the largest rice producers. Rice is also part of cultural traditions, festivals, and celebrations. Rice is not only food, but also a source of energy. It A source of energy. Yazacağım a source of energy. helps people stay healthy and strong because it contains Stay healthy and strong. Yəni 3-ə D bəndi açıqdır. carbohydrates. Farmers continue to grow different kinds of rice. Different kinds of rice. Kind sözünü ifadə edən sifət nəymiş? Different. Bu da listeningimiz. Bütün suallara baxdım. Okay. Bəzən unuduram. Üzr istəyirəm birinci sualı axıra saxlayanda.
saxlamalıyıq da. Sadəcə bəzən unuduram izah verəndə. O yadımdan çıxır. Keçək grammar suallarına. What is the name of the city? Aha, you were born in. City şəhər sözü cansızdır. Cansız varlıqlarla which ya da that yazırıq. What'dan əvvəl isim gəlmir. Who cansızla işlənmir. Who'dan sonra isim gəlməlidir, yoxdur. Whom'dan əvvəl insan gəlməlidir, amma which cavabımız A variantı olmuş olur. Keçdik 8-ci sualımıza. Sualları biraz yaxınlaşdırım, siz də rahat görün. Of veribdir. Every ofla işlənməz, okay? Five girls ismim cəmdə. Place tək xəbərdir amma. Demək cəm isim tək xəbər veribsə təbii ki each olur. Çünki all, some, both. Bunlar üçü də cəm isim gəlibsə xəbəri eyni cür cəm xəbər tələb edir. Biri olsa digəri də olar onda. 9-dan there was, so it was completely empty. Tamamilə boş idi deyirəmsə, onda heç kim yox idi, nobody. Everybody, somebody ikisi də təsdiqli ifadə edir. Biri olsa digəri də olar. Təsdiq cümləsində eyni von törəməsi işlənməz, B səhvdir. Samdan sonra da isim gəlməlidir. Yəni həqiqətən çıxsam da elə variantları rahat şəkildə taparam ki, yebəndir. Sinifdə heç kim yox idi, o tamamilə boş idi. 10-da can you show me? Picture, şəkil sözü sayılan tək isimdir. Bax. Both, all sayılan isimlə işləndə cəm isim istəyir. Bu təkdədir. Others, the others ümumiyyətcə isimlə işlənmir. Sonra S-lə bitən əvəzişlərdən sonra isim gəlməz. Bir dənə hizdir orada, it's-dir ki, onlar heç də yəni isimlə işlənir. Another, ən artiklı var deyə sayılan tək isimlə işlənir. Təbii ki, cavab C. 11-də is veribdir. A natural material that plants grow in. Bitkilərin böyüdüyü, içində böyüdüyü təbii bir materialdır. Biz buna nə deyirik? Soil, qum deyirik təbii ki. Evaporation, buxarlanma. Condensation, treasure, medicine. Medicine məsələn nədir bu? Dərmandır, tip mənasında da işlənə bilən sözdür. Yəni bu dərmanın içində bitki niyə böyüsün, düzdürmü? Yəni tərcüməyə baxsan, rahat bir şəkildə tapasan ki, həqiqətən də bu ola bilməz də, düzdür. Düzdürmü? Sonra nəyimiz vardı? Treasure, xəzinə sözü. Xəzinənin içində bu nədir onun adı? Unutdum. Bitki necə böyüsün, düzdür? Olmur. Bir də deməli condensation. Bu buğ mənasında da işlənə bilir. Sonra qaz halından maye halına dönüşmə anlamında da işlənə bilir. Yəni bunun içində ümumiyyətcə böyüyə bilmir. Bu bir vəziyyətdir ümumiyyətcə, heç bir əşya falan da deyil. Ona görə nədir cavabımız təbii ki bizim? Olmuş olur C bəndi. 12-ci sualda düzgün definition istəyir. Heritage, irs, miras anlamında işlənir. Diversity, müxtəliflik, çeşidlik. Border, sərhəd. A range of many people or things. Bir çox insanların, əşyaların belə deyək də bir sıra, silsilə halına düşməsi. Yəni çeşidlik, diversity, müxtəliflik. 2-yə A bəndi olacaq. Onda bunlar getdi. Features belonging to the culture of a particular society. Deyir, xüsusi bir cəmiyyətin mədəniyyətinə aid olan xüsusiyyətlər. Biz buna deyirik irs, heritage, 1-ə B. Onda cavab B bəndi. 1-ə B, 2-yə A, 3-ə də C olacaq. The line that divides two countries or areas. 2 ölkəni və yaxud da 2 ərazini ayıran xətt. Biz buna nə deyirik? Sərhəd, border. 13-cü sualda sinonim cütlüyünü istəyir. Incredible ağla sığmaz, possible mümkün. Sinonim deyil. Clever ağıllı, brilliant ağıllı. Bəli, bunlar sinonimdir. B düzdür. Lazy tənbəl, aktiv aktiv deyil. Valuable dəyərli, cheap ucuz. Sinonim deyil. Rural, kənd, urban şəhər. Bunlar sinonim deyil. Keçdik 14-dən. Deyir ki, opposite meaning of the underlined word. Altına xətt çəkilən sözün opposite, antonimini tap. Foggy dumanlı deməkdir. Bright, parlaq. Bunun antonimi olar. Cloud buludlu antonimi deyil. Dark qaranlıq antonimi deyil. Sunny günəşli bunun antonimi olar. 1, 4 cavab olur. A bəndi. Keçirik növbəti sihanı. 15. 15-də choose the sentences with the correct form of possessive case. Yelçanın düzgün formasını istəyir. Apostrof S-dən sonra voice səs ismi gəlib, was-da xəbərdir. 1 düzdür. 2-də at the doctors, həkimdə apostrof S-dən sonra isim gəlməsə də yelçal doğru olan sözlərdə əzbərləmişik. 2 düzdür. 3-də apostrof S-dən sonra TS quyruqlar ismi gəlib, arda xəbərimdir. Deyəs ki, ay müəllimə, bəs burada səhv yoxdur axı. Uşaqlar, deyir ki, pişiyin quyruqları, bir pişiyin neçə dənə quyruğu ola bilər ki, düzdürmü? Bəs yanlış da, pişiyin quyruğu olar, ya da ki, pişiklərin quyruqları olardı. Artıq burada mənada, yəni ki, belə deyim, bədən üzvlərinə söhbət getdiyi üçün səhvdir. The sun shining, apostrof S-dən sonra ayıncılı feil gəlib, xəbər yoxdur. Təbii ki, yelçal deyil, cavab 1-2C.
16-da tallest, ən hündür, üstünlük dərəcəsidir. D artiklından işlənir. A-nı, Y-ni çıxmalıyıq. Important landmark, landmark mənzərə sayılan təkisimdir. Qarşısında sifət var. Təsvir edici. Sayılan təşkil mütləq artikl istəyir onsuz. Boşluq olmaz. Important sait səslə başladığı üçün ən important olur. Çünki uşaqlar demişik ki, sayılan təşkimin qarşısında sifət varsa, artiklın yoxsa ən olması sifətin səsinə uyğun tapılır. Yəni birinci gələn sözün səsinə baxasan. Landmarka baxmırsan burada. Yoxsa ən yazılmasına, tələffüz baxımından nəzərdə tutulur. 17-də chairs cəm isimdir. Okay. 100 yox, 100 chairs ola bilərdi. 100 chairs düzdür. 200 of olmur. Çünki saylar ofla ayrıldığı zaman cəmlənməlidir, cəmlənməyib. 200 chairs olur. Demişik ki, sayın qarşısında birdən böyük say olsa belə, əgər ki, özündən sonra isim gələcəksə, say cəmlənmiş, sondakı isim cəmlənir. Yəni 1 və 4 cavab olur. Y bəndi 18. Much sayılmayan isimlə işlənir, many sayılmır, bir düzdür. Many cəmlə işlənir, many sayılmır. Several cəmlə işlənir, kind cəmdədir. 2 isim oflarlanda ofdan əvvələ baxırdıq. Yəni 3 düzdür. Few cəmlə işlənir, many sayılmır. Yəni 1-3 cavab olur B. 19-da only-dən sonra a few ya da a little işlənir. Student cəmdədir deyə a few yazacağıq. Cavab D bəndi. Keçdik 20-də. Then var, müqayisə lazımdır. More ya da Yəni est var, çıxıram. Much clean adi dərəcədir, çıxıram. More işsə ilə də olmaz, çıxıram. Clean adi dərəcədir, çıxıram. Cleaner C variantı. More ya da axtarırdıq biz. 21-də əzəzin arası adi dərəcə olduğuna görə təbii ki, high abandı. Higher müqayisədir, highest üstünlükdür, özdə yanlış olan üstünlük. More işsə ilə də olmur. Most high yanlış üstünlükdür. Bizə adi dərəcə lazımdır. The design of those dresses pronoun testidir. Yaxşı, offline-landa ofdan əvvəlkinə baxırdıq. Design. Cansız da axı təkdir. Itlə əvəz eləyəcəm. A-nı, B-ni, C-ni çıxdım. Anna Lewis. Bu da insandır, qadın cinsindədir. Yəlik halda deyil, düzdür uşaqlar. Hers yazanmazsınız. Söz öndən sonra cavab obyekt al. Her. D bəndi. Keçdik nəhayət readingimizə. Nədir bu? Fungi. Are a special group of living things that are neither plants nor animals. Deyək ki, fungi bilmirəm nədir. Bəlkə də tərcüməsi var. Amma biz bilmirik də, düzdür. Davamını gətirək görək hələ. Axırı tapacağıq da nədir bu? Deyək ki, xüsusi bir qrupdur. Canlı, yaşayan canlı bir şeylərin belə qrupudur xüsusi. Hansı ki, nə bitkidir, nə də heyvandır. Aha. For a long time, people thought fungi were plants because they grow in soil and do not move. Deyək ki, uzun bir müddət insanlar düşündü ki, bu fungi bitkidir. Çünki onlar deməli torpaqda böyüyür və hərəkət etmir. Later scientists discovered that they belong to their own kingdom. Sonra isə alimlər araşdırıb belə deyək, üstünə asdılar ki, tapdılar ki, onlar öz krallıqlarına məxsusdurlar. This group includes, bu qrupa daxildir. Mushrooms, molds, yeasts, which live in forests, fields, homes, even deep underground. Deyək ki, bu qrupa göbələklər, daha sonra molds, yeast, bu kimi bitkilərdən söhbət gedir yəqin ki, burada. Bunlar daxildir. Hansı ki, deyir bunlar meşədə yaşayırlar, sahələrdə, evlərdə, hətta dərin yer altında yaşayırlar. They appear in many shapes. Onlar müxtəlif, bir çox formalarda ortağa çıxırlar, bir çox ölçülərdə. Showing great diversity in nature. Deyir ki, təbiətdə böyük bir müxtəliflik, çeşidlik göstərirlər. Fungi play a key role in the environment. Təbiətdə deyir mühüm rol oynayır, mühitdə əsas rol oynayır fungi. They act as decomposers, sonra breaking down dead plants and animals are returning nutrients to the soil. Nədir? Deyir ki, onlar özlərini deməli çürümə, parçalanma şeyləri kimi, sonra ölü bitkilərin parçalanması kimi, heyvanların və deməli qidaların geri qayıtması kimi, torpağa geri qayıtması kimi göstərir. Yəni ölü bitkilər, ölü heyvanların parçalanmaları hissəciklərə bölməsi şəklində özlərini göstərirlər. Without fungi, waste food build up.
and the cycle of nature would not continue. Deyir ki, bu fungi olmasa, yəni belə deyək də, bu küflü maddələrdən söhbət gedir, göbələk kimi şeylərdən. Deyir, bunlar olmasa, zibillər deməli çoxalardı, böyüyərdi və təbiətin döngüsü nə edərdi? Davam etməzdi. Many fungi are useful to humans. Bir çox deyir bu fungilər insanlar üçün faydalıdır. Yeast makes bread rise and is also used to produce drinks like beer and wine. Deyir ki, bu yeast nədir bilmirəm ki. Köpükdür, elə bir şey. Dəqiq yadımda deyil bu sözün mənası. Nəsə deyir bu çörəyin böyüməsinə kömək edir, qalxmasına kömək edir və həmçinin bir çaxır, şərab, pivə, şərab kimi içkilərin hazırlanmasında, istehsal edilməsində nə edir? İstifadə edilir. Düzdürmü? Yəni biz buna şey də deyirik də, maya deyirik. Necə yadımdan çıxıb be? Yeast sözünü deyirəm, maya. Amma yəni bununla nə əlaqəsi? Nəsə yəqin ki böyüyür, sonra balacalaşır da, kiçik hissəciklərə halında olur axı maya. Okay, certain fungi produce nədir? Antibiotics such as penicillin and which have saved millions of lives by fighting harmful bacteria. Yaxşı. Deyək ki, müəyyən fungi növləri, yəni nə edir? Antibiotiklər istehsal edir. Hansı ki, buna pensilin daxildir. Pensilin deyir ki, nə edib də? Deməli, zərərli bakteriyalarla mübarizə apararaq milyonlarla həyatı xilas etmişdir. Farmers also use fungi to help crops grow better. Deyir ki, fermerlər də həmçinin məhsullarının daha yaxşı böyüməsi üçün fungidən istifadə edirlər. Still some fungi can be harmful. Amma hələ də deyir ki, bəzi fungilər zərərli ola bilər. Mold can spoil food and poisonous mushrooms may be deadly if eaten. Deyir ki, mold deyir ərzağı korlaya bilər, zərər verə bilər və zəhərli göbələklər də həmçinin yeyildiyi zaman, əgər yeyilsə ölümcül ola bilər. Others cause disease in plants, animals or humans. Digərləri isə bitki, heyvan və insanlarda xəstəliklərə səbəb ola bilir. Even so, hətta belə olsa belə, fungi are essential to ecosystem and human life, showing that one group of organisms can both help and harm. Deyir, hətta belə olsa belə, fungilər hələ də deməli, ekosistem üçün və insan həyatı üçün vacibdir. Hansı ki, deyir, onlar bir qrup orqanizmin həm zərərli, həm köməkçil olduğunu göstərirlər. Yaxşı, indi mətn haqqında, bu fungilər haqqındadır. A special group of living things, canlı olan xüsusi bir qrup. How animals survive in the forest. Heyvanlar meşədə necə sağ qalır? Xeyr. Göbələklər niyə zəhərlidir? Xeyr. Deyir ki, bitki və heyvanların kəşfi? Xeyr. Farming methods, müasir dünyada ferma metodları, xeyr təbii ki. Keçdik 24-cü sualımız. Bir dəqiqə keçirdim, rahat görək. What is the main role of fungi? Təbiətdəki əsas rolu nədir? They move from one place to place. From place to place. Bir yerdən başqa yerə hərəkət edirlər. Amma dedi hərəkət etmirlər axı. They act as decomposers. Onlar çürüdən kimi, yəni çürümüş material kimi özünü neynirlər, göstərə bilirlər. Bu qalsın. Produce electricity. Deyir ki, elektrik yaradırlar. Elektrik neynirlər? İstehsal edirlər. Təbii ki, bu deyil. They grow only in water. Deyir ki, onlar neynirlər? Yalnız suda böyüyürlər. Suda yox, torpaqda böyüyürlər deyə oxuduq. Sonra they are the same as plants. Deyir ki, bitkilərlə eynidir. Yəni rolu budur indi bunun. Bitkilər kimi eyni olmasıdır təbiətdəki rolu. Təbii ki, xeyr. Yəni ki, çürümə materialı olaraq nə olur? İstifadə olunur da. Yəni bunların təbiətdəki rolu budur. Çürüməyə kömək edir.
Without fungi in nature, təbiətdə fungi olmasaydı nə olardı? Təbiətin döngüsü davam etməzdi deyə oxumuşduq mətndə Y bəndi. Deyir ki, bir də çörək tez-tez böyür axı. Deyir çörəyin dadı şirin olardı. Belə bir şey demir. Heyvanlar yeməyi, bitki yeməyi dayandırardı. Xeyr. Bitkilər heç vaxt torpaqda böyüməzdi. Xeyr. Zəhərli göbələklər yoxa çıxardı. Xeyr. 26-da true doğrunu istəyir. Deyir, bütün fungilər zərərlidir insanlara. Xeyr, bəziləri zərərli, bəziləri zərərsizdir. Fungi are classified as plant. Bitki kimi sinifləndirilibdir. Xeyr, bitki deyillər. Some fungi produce antibiotics like penicillin. Deyir ki, bəzi fungilər penicillin kimi antibiotiklər istehsal edə bilir, yarada bilir. Bəli, düzdür. Deyir, fermerlər heç vaxt istifadə etmir bitkilər üçün fungidən, səhvdir. Yeast deyir ki, maya harmful, zərərlidir və yeməyi, ərzaqı korlayır. Xeyr, belə bir şey yox idi. Keçdi indi 27-ci sualımızda. Birinci paragrafdan definition. Having a large distance from the top or surface to bottom. Deyir ki, bir şeyin üstündən ya da səthindən dibinə qədər olan böyük bir məsafə. Biz buna nə deyəcəyik? Məsafəsinin olması, deməli, birinci paragrafdan istəyir bunu bizə. Dəqiqə tapaq. Group includes deep, dərin. Qocan başqa var. Bir dəqiqə. Mushrooms deyil, size, diversity deyil. Deep, dərin də, yəni dərinlikdən söhbət gedir. Mən bunu götürərəm. Deep. Dərin. Okay. Sonra keçdik. Important, vacib sözünün sinonimini istəyir. 3-cü paragrafdan. Necessary, significant, essential, crucial, vital bu sözlər sinonimidir. Baxaq. Burada var essential. Aha, bu sözü essential yazılır. Köçürdürsüz bura. Bir də yazmayacağım yeni sözü. Ən az 2 sözü dəyişmək istəyir. For a long time people thought fungi were plants. Bu bizə ikinci cümlədə verilibdir. Aha. İndi nəyi nə ilə dəyişəcəyik? Were plants. Aha. Bura qədər yazıb davam. Because-dan sonra. Because-ı əvəz edirsiniz as ilə. As da çünki deməkdir. They grow-nun yerinə grow böyümək, becərmə. Böyümək mənasında buna sinonim yazarsınız rise. In soil. Soil qum, torpaq deməkdir. In ground da yaza bilərsiniz. Soilin yerinə ground yaza bilərsiniz. Amma qoy görüm hələ saxlasaq da saxlayaq. Qoy dəyişək, tamam. Olsun nə? Ground. Sonra and do not move. Do not move hərəkət etmək deməkdir. Bunun yerinə hərəkət etməyə nə verə bilər? Motion hərəkətdir. Bunu götürə bilmərik. İsimdə axı. Motion olmaz. Yəni, bu move sözünə heç nə ağlıma gəlmədi. Qocum neçəsində işte 1, 2, 3. Hə, bəsimiz də move olduğu kimi saxlayıram uşaqlar. Mən də deyirəm bəlkə 2 dənə sinonimə əvəz eləməmişəm heç. Siz nə isə əvəz eləmisinizsə qeyd edərsiniz, baxaram. Şərhlər bölməsində doğru olub olmadığını qeyd eləyərəm. Amma as, rise elə bunları yazırsınız. Soil deməli torpaq sözünə də ground yazırsınız, kifayətdir. Sonra keçdik 30-da. Why is it important for people to take care of the environment? Ən az 3 cümlə yazsam. Deyir, insanlar üçün mühitin qayğısına qalmaq niyə vacibdir? Deyəcəyik ki, niyə vacibdir? Çünki insanlar, heyvanlar, bitkilər deməli bu mühitdə yaşayır. Düzdürmü? Mühitin tərkibində yaşayır. Because people, plants and animals live in the environment. So that's why buna görə də biz nə etməliyik? Keep the nature clean. Təmiz saxlamalıyıq təbiəti.
clean and take care of its parts. Onun hissələrinin nə etməliyik? Qayğısına qalmalıyıq. Bunun üçün nə etməliyik? Bunun üçün əlavə olaraq nə deyə bilərik? Məsələn, biz çirklənmənin qarşısını ala bilərik. Deməli, çirklənməni azalda bilərik və yaxud da belə deyə bilərik. Sonra deməli, zibilləri, tullantıları, onu dedikdə və yaxud da ki, suyu təmiz saxlaya bilərik falan. Tamam. So that bunun üçün we must reduce pollution və yaxud da waste yaza bilərsiniz. And keep the water clean və yaxud da use water az şəkildə istifadə etməliyik. Save water. Suya qənaət etməliyik. Yəni çox istifadə etməməliyik. And bir də çirkləndirməməliyik. We mustn't pollute water. Təmiz saxlamalıyıq. Çünki ən birinci zaten niyə dediyimizi yazdıq da, yəni təbii. Çünki insanlar, heyvanlar və bitkilər burada yaşayır. Onların sağlamlığı üçün yaza bilərsiniz. Başqa bir şey də yaza bilərsiniz. Siz indi nə yazmısınızsa şərhlər bölməsinə qeyd edərsiniz və mən ona cavab bildirərəm doğru ya da yanlış olduğuna dair. Videomuz bu qədər idi. Bəyəndinizsə like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomu paylaşmağı unutmayın.